pak, halal olandan yiyin. Ve deyip ki وَلَا تَكُلْ اَنْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ Mallarınızı aranızda batilcesine yemeyin. Batil hiç de Kur'an'da, mushafta geçen kelime değil sadece, yok. Aksine batil, haramı bəziyib ona başka ad koymağındır. Ona başka don giydirməyindir. Hansısa müqavileye mühür vurup, imza atıp, onu təmizə çıxarıb, yumaq istəməyindir. Sonra dünya belədir deməyindir. Və sonra o ildırım kimi xəbər çatır sənə, yetişir, deyilir ki, bərəkət yoxdur artıq. Qalxıb bərəkət, gizlənir, təkcə cibindən yox, evindən, vaxtından, sağlamlığından, nəfsindən. Ona görə dinləyin əzəmətli bir qaydanı, hansı ki Peyğəmbərin səsləndirib ümməti üçün bütün bəhanələri qırıb kəsib atan o qayda: İnnallaha tayyibun la yaqbalu illa tayyibə. Allah Teala gözəldir, yalnız gözəl olanı qəbul edər. Hədis Müslimdədir, qayıt bax. Sonra da xatırlayır bir kişini. Deyir ki, "Er-racul yutilis-səfər, əş'ət əğbər, yarfa' yədeyh, ya Rab, ya Rab, və mət'amuhu haram, və məşrabuhu haram, və məlbəsuhu haram, və quzziyə bil haram, və ənə yüstəcəbə ləh." Uzaq səfərə çıxmış kişini xatırlayıb. Saçları dağınıq, qarışıq, toz içində, əllərini səmaya dikib, "Ey Rəbbim, ey Rəbbim" deyir. Yeməyi haram, içməyi haram, geyməyi haram, haramla bəslənib. Necə cavab verilsin ona? Yəni duası necə qəbul edilsin? Uzaq səfərə çıxmış biri, yolun əziyyətinə qatlanmış, yorulmuş, birbaşa səfərlərdə olan, fərq eləmir, ibadət səfəri, elm tələb etmək üçün, iş üçün, daima səfərlərdədir, başqa xeyirlər üçün yola çıxıb. Halbuki səfər duanın qəbul olma səbəbidir. Saçı dağılıb, o əziyyətə görə daraya bilməyib, qayğı göstərə bilməyib özünə, təmizlənməyib, dəyişib rəngi, dəyişib paltarının rəngi, tozdan, torpaqdan, zəlildir. Lakin bu ilə yanaşı, qaldırıb əllərini səmaya, yönəlib Rəbbinə. Halbuki Allah Teala qulun əllərini geri qaytarmağa utanır, boş qaytarmağa utanır bəndəsinin əlini, yalvarır, təkrarlayır: "Ya Rab, ya Rab", rübubiyyəti ilə Rəbbinə yönəlib. Və işarədir ki, insan belə yalvarsa duası qəbul olar. Lakin qəbul deyil duası. Duaların qəbul olma 4 səbəbi cəm olsa da onun üçün. Niyə? Çünki bir haram məğlub edib hamısını. Yeməyi haram,